Və aleyküməssəlam və rəhmətullah. Qardaş sual verir ki, bayırda namaz qılarkən it gəlib onun paltarına və ya bədəninin hər hansı bir hissəsinə toxunduğu zaman dəstəmaz pozulurmu, namaza davam etsin, yoxsa namazdan çıxsın? Cavab budur ki, alimlər itin nəcis olub-olmaması məsələsində ixtilaf ediblər. O mənada ki, bəzi alimlər deyiblər ki, it bütövlükdə nəcisdir. Yəni, itin bütün bədəni nəcis hökmündədir. Və bəzi alimlər isə deyiblər ki, itin bədəni nəcis hökmündə deyil. Və lakin itin ağız suyu nəcisdir. Yəni, belə bir ayrım, fərq qoydular. Buna görə, əgər namaz qılan bilsə ki və ya görsə ki, itin ağız suyu onun paltarına dəyib, yəni məsələn, it gəlib ağzını toxundurub, ağzının suyu onun paltarından bir hissəyə düşübsə, bu nəcisdir. Yəni, namazdan çıxmalı və həmin yeri təmizləməlidir, yumalıdır və ya paltarını dəyişməlidir. Lakin dəstəmaz pozulmur, dəstəmaz yerindədir, lakin paltarını dəyişməlidir. Əgər ağız suyu dəyməyibsə, yəni itin bədəni dəyibsə, bu halda iki məsələ var. Baxılır. Əgər itin bədəni quru olubsa, yəni itin həmin namaz qılanın paltarına toxunması ilə onun paltarında bir yaşlıq görünmürsə, namazına davam edib qılsın. Nə dəstəmaz, nə namaz, heç bir pozulmur. Və lakin itin bədənində yaşlıq olubsa və həmin yaşlıq onun paltarına dəyibsə, bu halda alimlər qeyd ediblər ki, gərək namazı tezdən qılsın. Bayaq dediyim kimi paltarını dəyişsin və namazı tezdən qılsın. Və lakin dəstəmaz yerindədir, dəstəmaz pozulmur. Buna da səbəb nədir? Nə üçün alimlər bu ayrımı ediblər? Yəni, əgər itin bədəni quru olsa və yaş olsa. Çünki it adətən bədənini dili ilə yalayır. Yəni, bu itdə olan adətdir. Və sən də itin bədənində olan yaşlığın hardan gəldiyini bilmirsən. Ola bilər dili ilə yalayıb, əgər belədirsə, bu artıq nəcisdir. Və ola bilsin, gelib haradasa bir suda oturub, ona görə bədəni yaşdır. Bunu bilmirsən. Və bilmədiyinə görə hökm qayıdır əslə. Və itdə adət olan budur ki, o daima bədənini yalayır. O səbəbdən və həmçinin ehtiyat babından, ehtiyat baxımından alimlər bu fərqi qoyublar. Və təbii ki, bunun başqa səbəbləri də var. Nə üçün deyiblər ki, itin bədəni quru olsa və yaş olsa, hər bir halda belə götürülür ki, məsələ, əgər it dili ilə namaz qılanın paltarına toxunsa və ya itin ağız suyu onun paltarına düşsə, bu nəcisdir. Namazdan çıxmalı və paltarını dəyişməlidir. Dəstəmazsa yerindədir. Həmçinin itin bədəni, ağzı yox, bədəni toxunsa və lakin bədənində yaşlıq olsa, bu halda da namazdan çıxmalı, paltarını dəyişməli və namazını tezdən qılmalıdır, dəstəmazsa yerindədir. Əgər itin bədəni toxunsa və bədənində heç bir yaşlıq olmasa, o halda namazdan çıxmır, namazına davam edir, namazı səhihdir və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammedin və alə alihi və səhbihi və səlləm.